Belə. Kənandan görək, dedi və də min bir oyunla çəkib səni savaşa, pirini eyləyib nişanə qaradaşa, hörmətin, qeyrətin çıxınca başa. Düşünsən bu xətanı düşərsən başa. Hər şair şeirdə düzər incilər. Gah gizli, gah da aşikar işlər. Bu gizli Səpgili Nizami'dən gəlib. Bax burada da görürsünüz mü deyir. Gah gizli, gah aşikar işlər. Onlarda bu mənadan yoxdur bir nişan. Sözlə təsdiq arasında gərək olmasın yalan. Heyran xanım bunu düz deyir. Çünki bizim burada birindi qarşımıza bir sir çıxacaq. O heç yerdə yoxdur. Bir dənə buradadır. O qədər. Bir də İncildədir o söz. İndi açıqlayacaq. Sənə xidmət etmək xoşdur mənə. Amma gərək baxmayasan yadlar sözünə. Təbii ki, mən heç kimin sözünə baxa bilmərəm Allahdan başqa. Möcüzə budur ki, ahuya ahu şikardır. Bu məclisdə heyran sənə şikardır. Gizli deyil. Bu işdə, bu işdir bu ki, bir işdir bu ki, aşkardır. Deyir gizli deyil. Bu bir işdir ki, bu aşkardır. Gizlənib qıvrım saçlarında bu sir aşkardır. Siz burada da qıvrım saça deyil. Çox yerdə deyirlər burada. İki sitamkar arasında bir can qalıbdır. Qəlbim sənə şikardır. Bu sadəcə misaldır. Yəni, indi Heyran xanım məndədir. Bu saçlar arasında bunun siri. İndi bu atır ki, yəni bunu qıvrım saçlı bir insan, kadın açmalıdır bu sirləri. Bu ona işarədir. Burada saç heç bir rol oynamır. Əsas rol oynayan burada qıvrım saçlı xanımdan gedir. Bax, bunu izah etmək istəyir. Qəlbim sənə şikardır, bu sadəcə misaldır. Yəni, görürsünüz, özdə deyir ki, bu sadəcə misaldır. Qıvrım saç burada misaldır. Yəni, amma misal olaraq da burada da bir hikmət vardır ki, bu qıvrım saçlı olmalıdır. Bu möcüzəni haqq yaradıb saçlar arasında. Bu da açılıb aşkar oldu qıvrım saçlar arasında. Budur. Gördünüz, özü açıqladı. Mən dediyim şeyi özü təsdiqlədi. Tək bir nurdan yaranmış bu möcüzə mənaya bax. Min aşiqi çəkib zəncirə, sən qıvrım saçlara bax. Könlün quşu saçların arasında pərişan, özü vermiş sənə belə bir nişan ki, yolunda keçəsən, sən şirin candan içirəm and. Bu sözlərə qəlbən inan. And içir ki, mənim dediklərimə qəlbindən inan. Gəl etmə kənar vəslindən könlümü biganə, zülmü işgəncə olsa da əzizdir bu sənət sənə. O qıvrım saçlarını sağa sola örərkən, gecə gündüz naləmə, fələyi ağlar görərsən. Şöyle çəkib ahıma, pərvanələr tək, bu gülşəni min qəm ilə sən sir eyləyərsən. Bağban, gəl bilmə, bu cümlə gül üçündür. Zülfün düğünü açılsa, bil ki bu kəmənd üçündür. Yəni bu qıvrım saçlarla insanları kəməndə salmaq üçündür. Bu bunu deyir ki, yəni cəlb eləyir, amma burada başqa bir sir açılacaqdır. Çəmənlikdən yolun düşsə bu gülzara, nişan tap, işarə qoy, məna ara. Əgər şeirim şikəst olsa,
etmə məni məlamət, yəni danlama məni. Bu sevdaya qəlbinlə nəzmə mail ol nəhayət. Nəzmə mail, yəni nəzmini nizama sal, nəzmi ilə mail ol nəhayət. Bu bir həyat çeşməsidir. Həyat çeşməsi. Şəkərdən yoğrulmuş bir ağız kəlməsi. Bir misrası gödəkdir. Var vəsli, yar vəsli kimi. O yarımçıq məhəbbətlər kimi bir misrası gödəkdir. İndi baxın, Nizamidə səpkilidir sözlər. Bir də rəmzi işarələr atmaq lazımdır. Amma burada deyil ki, bir misrası gödəkdir, yar vəsli kimi. Bir misrası uzundur, hicran məsəli kimi. Yəni burada elə söz var ki, gödək götürəcəksən. Elə söz var ki, uzun götürəcəksən. Görürsünüz, açıq aydın burada bu qeyd edir bunu. Təbii ki, bu da hələ tam deyil, yəni hələ bunu nədir o zərgar kimi işlənməyib bunun üzərində, amma indi sözlər dolğun sözlərdir, bunlar hamısı tarixin sirəsindən çıxıb. Bir misrası uzun, bir misrası gödək. Gərəz ki, qəlbin hər nə deyərsə, məlamət göstərib, nə bəyənərsə, mərhəmət göstərib, nə bəyənərsə, yəni qəlb bunu təsdiq etməlidir. Mən də sizə deyirəm ki, bu dediklərimi diqqətlə dinləyin və qəlbinizə varın. Onun bu düzdür, yalandır, cavabını oradan alın. O da mənə deyir, İran xanım, mən də qəlbdən aldım. İrandan eşitdim, dinlədim, mən də sizi, bax, siz məni necə dinləyirsiniz indi, dinləyənlərə də üzüm, indi dinləməyənlərə də nə qədər desəz, səvab qazanacaqsınız. Nə qədər bunu təbliğ etsəz, insanları bu fikirlərə cəlb etsəz, Allah yoludur. Siz səvab qazanacaqsınız. Amma mal kimi özünüz təkcənə baxıb, eləcə qalsanız, burada səvab yoxdur. Bu təbliğ olunmalıdır. Mən birəm, siz min. Bir-birinizə ötürün bunu, savab qazanın. Budur, bu haqq yoludur. İndi görürsünüzmü deyir, qərəz ki, qəlbin hər nə deyərsə, mərhəmət göstərib nə bəyənərsə, sanarsa onu diqqətə layiq, yaxud deyərsə, bax buna xaliq, görürsünüz qəlbdən, hamısını qəlbi burcu, görürsünüz, mən dediyim şeyi kitab açır sizə bir-bir. O zaman gül, çiçəkdən qızıl bir don tikərsən, o biçilmiş əyninə hikmət kimi geyərsən, görüm nə söyləyir deyə hakimi devran, belə bir hədiyyəni qələmə alarsan. Əriyib qəddim, aypara olub qamətim, nə başda huşum var, nə də ki səbrim. Dedim əlacsızdır kədərim, qəmim, nalə çəkə-çəkə məclisə getdim. Daxil olub bu məclisə, məclisin sahibini mən, ey cavan pir, səndə cəm gördüm. Səhər seyr edib qəmi, səhər seyr edib çəməni, gülü minaya bənzətdim, bu geniş çəmənliyi boş bir səhraya bənzətdim. Camalın görcək səni mələk, simaya bənzətdim. Bu binişan ağızı misli olmayan nura bənzətdim. Qəmim gizlənib yadlardan, bu sirri nihan etdim. Gözə görünməz sevdanı, axır ki, belə bəyan etdim. Gecə ta sübhə qədər nalə çəkib aman etdim. Səhəri
dil tənk olub, əzmi gülüstan etdim. Çıxıb seyrə gülüstana, yüz naz ilə, edincə cövlan, qədəm basınca gülzara, ey işıq saçan, insafla bax naləsinə, bu heyranın, tuti özü, qumru özü, bülbül özü, labüd cəmdir gülüstan. O qədər o latın hərflərindən burada gözdən keçirmişəm ki, elə bilirəm ki, indi latın hərfi deyim, ona görə çaşıram mən burada. Təbii ki, çoxdan daxı mən bu hərflərlə oxumuram, işləmirəm, gör neçə illərdir. Ona görə biraz çətinlik çəkirəm, amma mən bunları sinə dəftər bilirdim. 100 mərtəbə çox bülbüldən şıltaqlıq etmişəm mən. 100 mərtəbə çox bülbüldən şıltaqlıq etmişəm mən. Bu günəşdə qızıl güləm, çox qönçə vermişəm mən.